Salam əziz dostlarım, salam, xoş görürük sizləri belə gözəl bir videoda. Əziz dostlarım, bu günləri mən mineralog, gemolog, kristalograf ekspert Nazir Nagiyev sizlər üçün dünyanın ən gözəl daşlarından biri haqqında danışacağım. Eşitdiyiniz kimi turmalin daşı haqqında danışacağım. Bəli əziz dostlarım, gördüyünüz kimi turmalin daşının bir çox gözəl rəngləri mövcuddur əziz dostlar və turmalin daşı 7 daşlardan biridir ki, əziz dostlarım, təbiətin bütün gözəl rənglərini özündə daşıya bilər və tərkibinə görə, gözəlliyinə görə və formasına görə bugün bahalı İtaliya qızılına baxırıq əziz dostlar. Avropanın ən bahalı işləmələrdən birinə baxırıq və bu qızılımızın üzərində almaz daşı ilə birgə ən gözəl daşlardan biri, dünyanın ən yarım qiymətli bahalı daşlarından biri turmalin daşına baxırıq və əziz dostlarım, onu da qeyd etmək istəyirəm ki, turmalin daşının qiyməti günü-gündən $2000, $3000, bir karatı belə deyək də $3000, $4000 qədər qalxır. Dünyanın ən bahalı turmalinlərindən biri əziz dostlarım Paraíba turmalini sayılır, yəni Braziliya turmalinidir. Ancaq bugün gördüyümüz turmalinlər isə Afrika turmalinləri sayılır əziz dostlarım. Və turmalin daşlarının ən bahalı növlərindən də biri Logan turmalini sayılır, yəni Əfqanistan turmalini sayılır əziz dostlarım. Əfqanistanda daha çox yaşıl rənglər mövcuddur əziz dostlar. Və turmalin daşı günü-gündən dünyada qalxır. Mən mineralog, gemolog, ekspert Nazir Nagiyev bugün ekspertiza etdiyim qızılın üzərindəki daşlara bugün qiymət təyin etdim əziz dostlar. İnşallah sizlərin də yeni hansısa bir bahalı qızıl əşyaların üzərində daşlarınız varsa mən onu da təyin edə bilərəm əziz dostlarım və dəqiqliyindən ona qiymət qoya bilərəm. İnşallah gələn verilişlərdə görüşənədək kanalımıza abunə olmağı unutmuşsunuz əziz dostlar.